günah, yəni özümə ağır zərbə vurdum. İlahi, bəs sən niyə narahatsan? Mən özümə eləmişəm də. O da deyir, sən başa düşmürsən. Sən özün özünə zərbə vuranda anan narahat olur. Deyir, ana, sən nə var? Bədən mənim. Sənin başına bir iş gələndə deyirsən ki, anam bilməsin. Hə? Mən də belə narahat oluram da bəs. Ananın da rəhməti mənim rəhmətimin bir zərrəsidir də. Amma da belə olmur da Allah bilməsin. Ha? Allah bilir də görür. Görürəm ona görə, düşmüşəm ortalığa, gecə gündüz sənə əmr eləyirəm filan. Necə eləyim ki, sən eləməyəsən, özvə zərbə dəyməsin, özvə zərbə vurmayasan. Dindarlığın yolu budur. Mən dindar deyiləm, mən başqa seçimdəyəm, mən filanam, mən hörmət, ay qardaş, bu söhbətləri qoy qırağa. Mən o seçimdir. Seçim elə, səni heç məcbur eləmir, amma bilirsən, başı divara vurmağı seçim eləməzlər. Mənim seçimim, mən sizə hörmət edirəm, siz günah eləmirsiniz. Amma mən seçimim budur ki, mən qaza ayağımı basıb gedib maşını divara vurub tikə-tik olacam. Bu da mənim seçimim. Mənim seçimimə hörmətlə yanaş. Deyirəm, hörmətlə yanaşım seçimimə. Amma yazıqsan axsan. Hörmətlə yanaşım, amma yazıqsan sən. Günah hamıya eyni təsiri göstərir. Ona görə Allah bu qədər fəryad eləyir, kitab göndərib. Bunu başa düşək. Bunu biz başa düşək.